بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وآله وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm qardaşlar, ilk olaraq bir daha hər birinizə Allah subhanahu wa ta'ala salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Və Allah subhanahu wa ta'ala diləyirəm ki, bizim məclisimizi mübarək eləsin. Necə ki, bu ayı mübarək elədiyi kimi, necə bilir ki, Allah subhanahu wa ta'ala bir məclisi, bir ayı mübarək eləyərsə, orada çoxlu, bol-bol bərəkətli olar. Necə ki, bu ayda, görün, necə yəni bərəkətli aydır. Çünki Allah subhanahu bu ayı mübarək bir ay adlandırır. Və Rəbbimdən diləyirəm ki, kim bu məclisi səbəbi olubsa, Allah subhanahu ta'ala razı olsun, Allah malına bərəkət versin, Allah subhanahu ta'ala hidayətini artırsın və Allah subhanahu günahlarını bağışlasın. Və həmçində burada olan qardaşların hər birinə Allah subhanahu diləyirəm ki, bərəkət versin, Allah subhanahu ta'ala onun dinində onları sabit eləsin və həmçində ki, bu dini Allah Rasul s.ə.v-in, sahabələrin, sələf-i salihin fəhmi ilə başa düşüb ona əməl eləməyə nəsib eləsin hər birimizə. Və yolda bizi sabit eləsin. Və həmçində Allah subhanahu dinində irəlilədikdən sonra geriləməkdən Allah qorusun. Mühüm bir məsələdir, həqiqi mənada. Və Allah subhanahu ta'ala sonsuz sayda şükürlər olsun ki, müvəffəq elədi bizi. Bugün artıq 17-ci orucu bitirdik və 18-ci gecədir. Yəni 18-ci təravih artıq qılacağıq. Bu deməkdir, yəni 18-ci oruca artıq niyyətlənəcəyik. Yəni yarısından çoxu getdi. Yəni, 2-ci onluq belə bitir artıq. Yəni, o xoş halına o insanların, o qardaşların, o bacıların ki, bu ayı səmərəli keçirdilər. Amma o ki, qaldı, əgər nələrsə buraxıblarsa, o halda keçəni qaytarmaq mümkün deyil. Ən az neynəməlilər? Bu gündən sonra olan günləri faydalı keçirtməlidirlər, səmərəli keçirtməlidirlər. Çünki Allah subhanahu wa ta'alənin bizim ac qalmamızda, susuz qalmamıza ehtiyacı yoxdur. Allah subhanahu wa ta'ala oruc istəyir və o orucda da ki, vəd verir. Yəni, orucla insan günahlardan tam şəkildə qorunması, gözünü, dilini, əzalarının hamısını. Əks halda insana nə qalar? Yalnız insana aclıq və susuzluq qalar və yorğunluq qalar. Necə ki, Allah Rasulü hədisdə qeyd elədi. Yəni, neçə insanlar var ki, onlara oruclarından yalnız aclıq və susuzluq qalacaq. Neçə insanlar var ki, gecə namazlarından yalnız onlara yuxusuzluqları qalacaqdır. Və Allah subhanahu bizim oruclarımızı oruclarını eləsin ki, həqiqi mənada Allah subhanahu ta'ala ilə görüşəndə, necə ki, bu indi sevinirik, iftarlarımızda elə lənsinə də orucumuzla sevinən qullarını eləsin. Və həqiqi mənada bunu oruc, bilirsiniz, oruc yəni böyük bir əzəmətli ibadətdir. Yəni çox. Necə ki, bundan qabaq qeyd eləmişik, təsəvvürləyin ki, bir şəxsə zülm eləmişsənsə, o məzlum belə sənin bütün savablarını götürsə belə, orucu götürə bilməyəcəkdir. Allah subhanahu wa ta'ala qoymur. Çünki niyə deyir, o dil mənim üçündür. Allah qoymur onu, o belə məzlum belə onu zalımdan, zülm eləyəndən götürsün onun savabını. Allah subhanahu, əgər onun hətta belə günahları tamamilə qutarsa, daha doğrusu savabları tamamilə qutarsa və onun heç bir savabı qalmasa belə, Allah bir dənə orucdan başqa Allah subhanahu ta'ala vermir o orucun savabını o məzluma. Onun qarşılığını alır və onu o orucla cənnətə daxil edir. Bu da ona dalət edir ki, böyük bir nailiyyətdir, yəni böyük bir ibadətdir. Və ona görə buna səhlənkar yanaşmaq lazım deyil. Qardaşlar, zəhmət olmaz telefonlarınızın səsini alardınız. Yəni, elədir ki, əlhəmdülillah, yəni faydalansanız gözəl olar da. Bu çünki elə məclisdir ki, əlhəmdülillah, yəni elm məclisidir. Və necə bilirsiniz ki, bu məclis elədir ki,
yəni danışılan heç də özümüzdən danışmır. Ya Allah Subhanahu taala'nın kəlamı danışılır, ya hansısa hədis danışılır, ya da ki, yəni alimlərin fikrini çatdırırıq, rəylərini çatdırırıq, ictihadlarını çatdırırıq. Bizim yəni sözümüz yoxdur bu dində. Yalnız biz kimlərik? Biz Allahın yəni bir quluyuq, hansı ki, yəni biraz bizə verilir. Bu da çox az bir şəkildə onun dinini nəql eləməyə icazə verilir və biz də onu nəql edirik. Bu bizim sözlər deyil, biz dərs aldığımız alimlərin belə sözüdür. Onların belə sözü yoxdur bu dində. Artıq bizdən qabaq bu deyilibdir. Və həmçində bu Nizə İblis məclis elədir ki, buranın mələklər əhatə edir. Yəni elm məclisini əhatə edir və orada olan şəxslər üçün Allahdan bağışlama diləyirlər. Sözsüz ki, sən əgərəm, yəni necə cismən buradasan, amma ruhən başqa yerdəsənsə, yəni necə ola bilər o tam şəkildə o məclisin savabını qazanasan. Və o da bilsin ki, elə bir fayda götürəsən, həqiqi mənada insanın yəni bütün həyatını dəyişsin. Diqqət eləmək lazımdır. Yəni ümumiyyətlə bundan getmir söhbət. Yəni hansısa bir elm məclisində olanda çalışın ki, orada olun. Necə ki, cismən oradasınız, elə ruhən də orada olun. Və həmçində başqa ibadətlər görürsünüz. Yəni oruclu oldun, düzdür? Sən elə belə susuzluq qaldınsa, elə belə. Onun heç bir faydası yoxdur sənə. Eləsin namazlar. Sən elə belə namaza gir, cismən namazda ol, amma ruhən başqa yerdə ol. Yəni mümkün deyil. Çünki niyə görə? Çünki bütün ibadətlərin ruhu var, düzdürmü? İbadətin ruhu. Yəni o da ki, sənin orada olmağın təhsil cismən olmur. Yəni o olmasa, yəni sadəcə necə olacaqdır? Namaz belə olsun. Xuşsuz namaz qılınan nədir? İnsan təsəvvür ki, yalnız elə bir dənə belə nizillər qalışqa qoyulur ki, o fərzlik sənin üzərindən düşdü. Amma heç bir savab qazanmırsan. Və belə də bütün ibadətlər belədir, qardaşlar. Siz, yəni kim xoşlayar ki, və yaxud necə ki, bir böyük alim gətirir, deyir, bir məlikə, padşaha deyir, bir dənə böyük buynuzlu, məsələn, heyvan və yaxud da ki, dəvə və yaxud da bir gözəl bir qoç hədiyyə elə, amma onun ruhu olmasın. Onun nə dəyəri olacaq o padşahın qarşısında? Heç bir şey, öyle heyvanı verirsən. Belə də bu ibadətlər belədir, qardaşlar. Yəni, ibadətlər də elədir. Sən cismən durursun orada, amma ruhən yoxsan, düzdürmü? Yoxsansa deməli, o ona bənziyir. Allahın qarşısında durmuşsan, amma nətər cismən. Və söz ki, bugün yəni, qeyd edəcəyimiz məsələ nədir? Bu elə hidayət yolu. Yəni, Allah Subhanahu Taala'nın bunu bizə yəni ki, verdiyinə, yəni böyük bir nimətdir. Sözsüz kimlər üçün, qardaşlar, bu böyük bir nimətdir? Dərk edən insan üçün. Onu yəni fərqinə vuran insan üçün. Amma yoxsa elə belənsin, axardan gedir və hara gedir, necə gedir, özü də bilmir. Bir gün burada, sabah gün o birisi yolda və s. Allah qorusun hər birimizi. Yəni bu böyük bir bəladır. Onun üçün insan nə etməlidir? Bu neməti yəni dəyərləndirilməlidir. Elə belə nemət deyil. Bu da elə o birisi nemətlər kimi böyük bir nemətdir. Və hətta o birisi verilən nemətlərdən daha çox, daha böyük, dəyərli bir nemətdir. İnsana yəni verilən var, dövlət, o bilsin insanın sərvəti olsun. Amma nə bu nemət onda olmasın. O var dövlətin nə faydası olacaqdır? Heç nə. Heç nə. Hamısını qoyub burada gedəcəkdir. Heç bilmirdi özündən sonra kimlər ona yiyələnəcəkdir. O bilsin ki, onun ən xoşuna gəlməyən insan o var dövlətə yiyələnsin. Düzdürmü? Gəlib o mirasa yiyələnsin. Heç onu bəlkə də evinə belə qoymazdı. Özü sağ olsaydı. Amma təəssüflər olsun, artıq o öləndən sonra gəlib onun o var dövlətinə yiyələnlər. Amma hidayət olmayandan sonra onun heç bir faydası yoxdur. Faydası yoxdur. Niyə görə? Sən hidayət yolunda deyirsənsə, deməli övladlarını da öyrətmədin, yaxınlarını da öyrətmədin, yönətmədin. Yönətmədinsə sənin də demək qoyduğun o sərvət Allahın ola bilsin ki, haram yolunda xaçlanılsın. Hətta öləndən sonra belə sənə yazılsın. Allah qorusun. Amma sən bir təqva sahibi övladlar qoyub gedərsənsə, ev əhli qoyub gedərsənsə, o halda nə xoş halımıza. O, həm bizim qoyduğumuz, getdiyimiz mirası gözəl bir tərzdə xərcləyərlər, həmçindəki bizdən sonra gözəl əməllər eləyərlər. Yəni bu, Allah Subhanahu Taala'nın qulları üçün verdiyi bir böyük bir nemətdir. Yəni böyük bir əzəmətli hidayət. Yəni hidayət neməti. Yəni bu yola, bu düz yola, yəni Allahın izni ilə yəni yönəlmişiksə Allahın izni, yəni bu birinci ən böyük, ən əzəmətli nemətdir.
Bundan böyük nemət ola bilməz. Və bu da ki, sözsüz ki, indi ki, biləcək indi qabaqda Allahın izni ilə, dəlillərlə, həm ayətdən, həm Allah Rasulü s.ə.v-in yəni, hədislərindən, düzdür. Biz kimsə yönəldə bilərik, amma biz hidayət verən deyirik. Hidayət Allah subhanət eləmir. Deməli, bu hidayət olunursansa, deməli, bu nemət Allahdandır. Allah səni hidayət eləyibdir. Buna görə nə etməlisən? Bu neməti şükürləməlisən. Allah subhanət hələ möminlər haqqında bizə bildirir, artıq onlar cənnətdə olanda. Əraf surəsinin 43-cü ayəsində. وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَذَا وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلَا أَنْ هَدَانَا اللَّهُ لَقَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ وَنُودُوا أَنْ تِلْكُمُ الْجَنَّةُ وَأُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ. Əraf surəsi 43-cü ayə. Biz onların kökslərindəki kin küdrətlidir çıxaracaq. Allah subhanahu ta'ala deyir. Onların ayaqlarının altından çaylar axacaq. Yəni onlara verilən orada belə deyək, ağaclar və s. axırda belə binalar, hədsiz hesabı, onların altından üstəlik də onların altından axacaq, çaylar axacaqdır. Onlar deyəcəklər, bizi buna qovuşduran Allah həmd olsun. Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Görürsünüz, bu nimət kimləndir? Allahdandır. Yəni, Allah bu niməti verməsəydi, biz heç vaxt ona yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqq gətirmişdilər. Onlara belə xitab ediləcəkdir. Əməlləriniz sayəsində varis olduğunuz cənnət budur. Əraf surəsi 43. Deməli, İbn Kəsir rahimehullah təala bu ayəni təfsir edəndə bizə bildirir, yəni gətirir bu sözləri Allah Rasulü s.ə.v-in. Kullu əhlil cənnətə yerə məq'ədəhu minən-nər fəyəqul. Hər bir cənnət əhli öz yerini cəhənnəmdə görəcəkdir, göstəriləcəkdir ona. Və onda da artıq bu ayəni elə bir oxuyurlar. Əgər Allah bizi doğru yola yönəltməsəydi, bizim yerimiz var idi. Və bununla da neyinlər? Şükürlərini artırırlar Allah subhanahu ta'ala. Və necə şeyx burada qeyd edir, bu hidayət əzəmətli, böyük bir yəni əzəmətli bir nemətdir. Sayı hesabı olmayan. Bunun da ki, qiymətini kim bilə bilər? Əgər onun əksini bilirsə, anlayırsa ki, yəni bunun əksi nədir? Bunun əksi ilə gedənləri nə gözləyir? Bununla gedək demək, haqq yoldan cənnət daxırı. Və əksi ilə gedənlər nə gözləyir? Allah qorusun, cəhənnəm. Necə ki, Allah subhanahu ta'ala bildirir. Düzdür, hətta cənnət əhlinə, hər cənnət əhlinə belə göstəriləcəkdir onun yeri cəhənnəmdə. Cəhənnəmdə olacağı yeri, əgərlərim haqq yola yönəlməsəydi. Düzdür, onunla neyinirlər? Allaha şükürlərini artırırlar. Və görürsən ki, insanlar var ki, neyinirlər? Yəni, üz döndərirlər bundan. Yəni, haqqa dəvət olunur və çağırılır, üz döndərirlər. Və onların halı necə olacaqdır, qardaşlar, qiyamət günü? Ləv ennəllah hədəni ləkuntu minəl muttəqin. Subhanallah. Söz ki, burada təfsirdə şərti olaraq gəlmir, burada artıq təmənni gəlir. Təmənni nədir? Arzu eləmək. Yəni, arzu eləyəcəklər artıq orada ki, Allah, yəni ki, əgər Allah məni doğru yola yönətsəydi, mən də müttəqilərdən olardım. Şərt olaraq demir, artıq cəhənnəmdədir, yanır. Deyir, əgər Allah məni doğru yönətsəydi, mən də müttəqilərdən olardım. Ondan qabaqçı ayələri oxusaq, bu Zümər surəsinin 57-ci ayəsidir.
Və görərik ki, nədən gedir söhbət Allahın izni ilə. Yəni onlar çağırılanda onlar nə edirlər? Lağlağa qoyurlardı, üz döndərirlərdi haqq yoldan. Və bu da onlar artıq orada olanda Allah qorusun və nələr onları gözləyir. Və yəqulu ya leytəni ittəxəzzu mə'ər rəsuli səbilə. Furqan surəsi, Əl-Əyə, 27-ci ayə. Kaş ki, mən Peyğəmbərin yolunu tutub gediydim. Bu da artıq harada olacaqdır? Sözsüz ki, artıq o gec olacaqdır. Bunlar hamısı gec olacaqdır. İnsan yəni ki, bu dünyada dəllərim, Allah Resulü s.ə.v-in yolunu tutub gedərsə, nə gözəl, nə xoşalına. Həm bu dünyada xoşbəxtçilik içində olacaqdır, həm də ki, ahirətdə. Ona görə ki, bizim dinimiz hər bir şey əhatə eləyir. Bütün haqları qoruyur. Böyüyün haqqını, kiçiyin haqqını, qadının haqqını, hər bir haqqı, hətta belə qonşun sənin, qeyri sənin dinində olandan olsa belə, yenə deyir, onun haqlarını qorur. O ki, qalı sənin dinində olan olsun. Düzdürmü? Yəni, baxın, Allah Resulü s.ə.v nə eləyərdi? Onun Yahudi xidmətçisi olan deyib, onu ziyarət eləyərdi. Düzdürmü? Hətta onun əli ilə İslama daxil olur, təslim olur. Və deyir, Allah həm şükürlər olsun ki, deyir, onu deyir, o oddan qutaran Rəbbimə şükürlər olsun. Nə idi bu? Allah Resulü s.ə.v gözəl əxlaqı qonşu ilə. Yahudi idi. Onun dinində deyil idi. Bizim o baxmayaraq görürsən, bizim dinimiz hətta belə, başqa dində olsa belə, biz onların dinini sevmirik ki. Biz amma onların haqlarını qoyuruq qonşu olaraq. Yoxsa bugün içində görürsən, insanlar var ki, təəssüflər olsun, müsəlmana belə salam vermir və yaxud müsəlmanı belə kafir sayır. Allah qorusun. Bu da nədir? Böyük bir bəladır. Subhanallah. Allah subhanallah hər birinə hidayət versin. Yəni Allah subhanallah bizləri sabit eləsin. Və sözsüz ki, əgər insan bu hidayətin əhəmiyyətini dərk eləsə, o həmsində ki, bilsə ki, artıq onun xilası bu yoldadır, Allahın qoyduğu bu yolda, Allah Resulü s.ə.və tabi olmaqda nimət içində olacaqdır. Və onu heç bir qorxulu şey gözləməyəcəkdir. Yəni, nə bu dünyada, nə ahirətdə. Amma kim ki, bu yoldan, Allahın qoyduğu yoldan və Allah Resulü s.ə.v-in yolundan üz döndərərsə, onda artıq nə olacaqdır? Sözsüz peşmançılıq içində olacaqdır. Allah qorusun. Bu da böyük bir nemətdir. Və insan həris olmalı bu yola. Və bu yola artıq o nail olubsa, artıq həris olmalıdır ondan möhkəm yapışmağa. Möhkəm. Və həris olmalıdır, həmçində bunu qorumaq üçün nə etməlidir? Yəni, qayıtmalıdır Peyğəmbərlərin yoluna. Peyğəmbər s.ə.v-in yoluna. Necə idi o? Necə qoruyurdu bunu? Nə amillərdən yapışırdı? Və yaxud da sahabələr necə eləyirlərdi? Və yaxud sələflər onlardan sonra. Bizim onlar hamısı sələfdir zaten. Yəni, necə eləyirlərdi? Yəni, bunu biz bilməliyik, qardaşlar. Bu nemətdir, böyük bir nemətdir. Yəni, necə bilirsiniz ki, və gördünüz, hətta biz belə şahidləri olduq, hamımız. Necə insanlar var, gəldirlə getdilər. Düzdür, amma Allah qorusun, ona görə bu neməti qorumaq lazımdır. Əgər bu nemət qorunarsa, Allahın izniyle Allah subhanallah bizləri sabit eləyər. Və şükürünü eləyərsənsə bu nemətin, daim inşallah Allahın izniyle o nemət üzərində olarsan. Və necə ki, Peyğəmbərlər və sələflər, Allah subhanallah onların razı olsun və onların yolunda tabi olanlar nə edirlərdi? Yəni, bu Allah subhanahu teala'nın sözünə əməl edərlərdi. Şura surəsinin 52-ci ayə, Əl-Əyə. Allah subhanahu teala nida edir Allah Resulü s.ə.və və innəkə lətəhdi ilə siratin mustaqim. Həqiqətən sən onları doğru yola yönəldirsən. Deyir, həqiqətən sən onları doğru yola yönəldirsən. İndi baxın, qardaşlar, sözsüz ki, bundan sonra bir ayə gələcəkdir. Ola bilsin, insan üçün bu, onun əksi də axı. O da Allahın izni ilə müttəxidin həzl əyə. Və bunu nə etməlidir? Hər bir şəxs, hər birimiz bu ayəni götürüb bunu əməl eləməliyik.
Necə əməl eləməli? İndi inşallah növbəti ayəni oxuyaq və sonra misallarında şeyx bunu açıqlayır. İnnəkə lə təhdi mən əhbəbtə və ləkinnəllah yəhdi mən yeşə. Qasas surəsi 56-cı ayə. Deməli, şübhəsiz ki, Allah subhanahu bizə bildirir, mənazı tərcüməsidir. Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. Baxın, birinci ayə deyir ki, sən deyir doğru yönəldəsən. Düzdürmü? Sonra ikincide nə deyir? Deyir ki, şübhəsiz ki, sən deyir istədiyini doğru yola yönəldə bilmərsən. Burada qardaşlar, bu hidayətdir hər bir kişiyi. Amma bunların arasında fərq var. Birinci ayədə hidayət dəlalə. Dəlalə nə deməkdir? Yəni, dəlalət eləmək. İrşad, yönətmək, bəyan eləmək. Dini. Ki, bax, budur, yönətməlisən. Və görürsən, insana başa salsan, ola bilsin ki, başa düşmür. Necəksən, daha da elə ki, onu yönəldəcəksən. Hətta bir əlindən tutub aparacaqsan. Heç nə olmaz, buraxma. Necə Hüseymin Rəhməllah deyir, görün, bir qardaşın azır, çaşır, deyir. Onu deyir, buraxma, deyir, həmən. Tut əlindən, qoyma getməyə. Gördün, artıq deyir, gedir, onunla bir yerdə getmə. Qoy getsin. Yəni, bu budur, bax. Bu birinci ayədə olan Allah subhanahu bizə elədiyi nida budur. Yəni, biz nə bəyan eləməliyik, açıqlamalıyıq, göstərməliyik yolu. Və bu da haqq yol. Bu, kimlərin yolu idi? Peyğəmbərlərin yolu. Kimlərin yolu idi? Ondan sonra, yəni, Allah Rasulü sahabələrin, sələflərin, bütün kimlər ki, onların yolundan yapışanların hamısının yolu bu olubdur. İkinci nədir, qardaşlar? İkinci isə hidayət tövfiq. Bu da Allahdandır. Tövfiq, yəni hidayəti. Artıq yəni Allah subhanahu wa ta'ala'nın olan nimət. Sən deyirsən, ola bilsin ki, nədir sanki bir divara dəyər qayıdır. Çünki Allah subhanahu istəmir onun hidayəti olmasını. Düzdürmü? Amma görürsən ki, subhanallah, bir aynı anda insan gəlir, hidayət olur. Bu artıq Allahdandır. Bu Rəbbimizdəndir. Olan bir böyük nimətdir. Və biz də belə, ola bilsin kimizə vasitəsilə, kimizə sözü ilə gəlmişik. Kimizə belə balaca bir söz deyir. Ondan qabaq ola bilsin bizə kitablar oxunub, biz onun belə əhəmiyyətini vurmamışıq. Amma o artıq nə anı idi? O artıq Allah subhanahu wa ta'ala'nın sənə hidayət verdiyi anı idi. O bizim kiminsə duası ilə sənin qəlbin açıldı, mənim qəlbim açıldı. Bu Allahdan olan böyük bir nimətdir. Allah subhanahu wa ta'ala verib bunu. Vallahi ki, Allahdandır. Və bu ən böyük nimətdir. Hansına şükür eləmək lazımdır. Çünki bu bizim cənnətimizdir Allahın izni ilə. Cənnətə aparan yoldur. Və bundan da necə qeyd elədik, qardaşlar, böyük yəni Allahın verdiyi ən böyük nimətlərdəndir qullar üçün. Bu da ki, Allah subhanahu wa ta'ala'nın xüsusiyyətlərindəndir. Qullarına verilən nimətdir. Elhamdülillah. Onun ki, baxın, dəlalət eləmək, yönətmək və bəyan eləmək kimin yəni işlərindəndir? Yəni, Rasulların, elçilərin. Düzdürmü? Və onlara tabi olanların və kim ki onlardan sonra gəlib onların yoluna tabi olanlar. Və həmçində hər bir müsəlmana, istər o dəvətçi olsun, istər sıravi bir müsəlman olsun, hər bir insanın üzərində vacibdir bu. Bacardığı qədər Allahın dinini öyrənməlidir, əməl eləməlidir və ona çağırmalıdır. Hər bir müsəlmanın üzərində vacibdir. Və necə ki, bilirsiniz, Peyğəmbər salsın çox həris idi buna, çox şiddətli qardaşlar. Yəni, öz qövmünün hidayət olması üçün. Yəni, baxırsınız, oxuyursunuz sirasını, görürsünüz qardaşlar. Hətta Allah subhanahu wa ta'ala onu qınayır bunun üçün. Qınayır hətta, o qədər yəni həris idi ki, Allah subhanahu wa ta'ala qınayır onu. Niyə görə? Onun qövmünün hidayət olmasını çox şiddətli hərisli olduğuna görə Allah qınayır. Nə deyir? Allah subhanahu wa ta'ala فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِلَّمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا Kəhf surəsi 6-cı ayə. Görün, Allah subhanahu wa ta'ala nə deyir, qardaşlar? Onlar bu kitaba inanmırlar deyə. Onlar bu kitaba inanmırlar deyə. Arxalarınca kədərlənib
özünü həlak edəcəksənmi? Yəni, onlar iman gətirmirlər, Allah Rasulü s.ə.v yenə də buraxmır onları. Neyinir? Gedir onların dalınca. Hətta gör, o səviyyəyə çatır ki, ayə nazil olur. Yəni, onlar da iman gətirmirlər deyənlər, niyə kədərlənirsən? O dərəcədə, yəni Allah Rasulü s.ə.v həris idi. Və sonra isə növbəti ayədə Yunus surəsinin 99-cu ayəsində Əfə əntə tukrihun nəsə həttə yəkunu mü'minin İnsanları mümin olmağa sənin məcbur edəcəksən. İnsanları mümin olmağa sən mi məcbur edəcəksən? Yunus surəsi 99. Yəni, Allah Rasulü çağırırdı, görürüz, onlar nə qədər üz döndərirdi. Allah Rasulü nə qədər əziyyətlər verirlərdi. Düzdürmü? Hətta Allah Rasulü köçdü öz vətənindən belə. Nəyə görə? Çox əziyyət verirlər. Artıq o həddə çatdı ki, sözü ki, Allah subhanahu wa ta'ala izni olandan sonra oldu bu. Necə ki, rəvayətdə gəlir, Ayşə radiyallahu anhə, Peyğəmbər s.ə.v hər gün gələrdi Abbaq radiyallahu anh ziyarət eləməyə. Bir gün, günün qızmar vaxtında gəlir. Onlarda da nəyə dəlalət edir bu qardaşlar? Elə ki, əgər günün qızmar vaxtında kimsə evinə gəlibsə, deməli nəsə bir faciə baş veribdir. Yəni, mümkün deyil ki, o vaxtda kimsə evinə elə belə gəlsin, ziyarət üçün və s. elə belə. Ondan bilirlər ki, nəsə bir əhəmiyyətli bir şey var. Allah Rasulü s.ə.v deyir ki, deyir, izin verildi. İzin verildi. Yəni, nəyə? Köçməyə sözsüz ki. Abbaq radiyallahu anh deyir, Əs-suhbə, yəni yoldaşlıq, yəni mən də səninləyim mi? Allah Rasulü s.ə.v deyir, bəli deyir, suhbə, sən də mənimləsən deyir. Deyir ki, nə dəvə hazırlamışam. Deyir, onu götürəcəm, amma deyir, pulunu ödəyərək. Deyir, heç nə olmaz. Sonra Ayşə radiyallahu anhə başqa bir hədəsdə rəvayət edir və həmçində bunun ardında. Deyir ki, mən deyir, heç kəsi deyir, belənçiyinə sevincdən ağlayan eləmi görməmişdim. Nə o vaxtı, nə də ondan sonra. Abbaq radiyallahu anh yanı. Elə sevinir ki, Allah Rasulü s.ə.v köçmənə görə necə dəhşətli şəkildə ağlayır, uşaq kimi, höykürləyir. Əlbəttə, bu ayrı bir mövzudur. Bu da görürsünüz, necə oldu köçdə Allah Rasulü s.ə.v artıq izin verildi. O dərəcədə əziyyətə düçar oldu ki, izin verildi. Mümkün də biz də qardaşlar, o bizim insanlardır. İnsanlarımız, xalqımız, millətimiz cahildirlər. Əlhəmdə şükürlər olsun Rəbbimizə ki, çox maarifçilik gedir. İnsanlar görürsən, ayrılırlar, bilirlər, amma yenə də azdır. Bizə o bizim qəribə gəlsin. Sən nəsə deyirsən, nəsə bilirsən, subhanallah, necə bunu bu insan eləyə bilər? Amma bil ki, onu elə çatmayıb o. Bil ki, o bilmir onu elə. Sən nə edəcəksən? Sən dəvətçi müamiləsini eləyəcəksən. Çünki qardaşlar, biz heç birimiz insanlara hökm vermək üçün göndərilməmişik. Hökm Allahındır. Biz insanlara dəvət eləməyə gəlmişik. Biz insanlara haqqı çatdıracağıq. Amma hidayət verən Rəbbimizdir. Biz bəyan eləyəcəyik. Görürsən, insanlar var ki, insanlara hökm verirlər. Subhanallah. Məsələn, kafir hökmü. Düzdür, biz demirik. Allah subhanallah vəsf elədi, kafirlər kafirdir. Onun heç şəkki şübhə yoxdur. Amma sən necə ola bilər ki, bir cəsədə hökm verəsən, tamamilə olası bir şeydir, subhanallah. Deyəndə ki, məsələn, qardaşım, yaxşı ki, bir oğurladı, onda da hökm verək də, əlin kəsək. Yox, olmaz bu. Niyə görə olmur bəs? Onda sən Allahın hökmünə hökm vermədin ki. Nə tər oldu bəs? Necə olur ki, sən insanın cəsədindən bir hissəsinin hökmünü verə bilmirsən və bütün cəsədin hökm verirsən? Sən oğruq elədi, hökm verə bilmirsən ki, onun əli haradan kəsilsin. Bilmirsən ki, buradan kəsiləcək, buradan yoxsa buradan kəsiləcək. Və sən kimsən ki, mən kiməm ki, onun hökmünü verək? Onun yəni ki, hər bir şeyin əhkamı var. Yəni, sən namaz qılırsan, hər vaxt namaz qıla bilərsən, və yaxud necə olub namaz qıla bilərsən, hər yerdə namaz qıla bilərsən, əlbəttə ki, yox, o elə də elə. Görürsən, insanın bütün cəsədin hökmünü verir. Kafir sayır insanı, təəssüflər olsun. Nə edir bununla? Heç nə. Valideyni isə məhrum edir cənazə namazından, onu yumaqdan, onun müsəlman qəbirstanlığında bastırılmaqdan, onun mirasından yiyələnməkdən və s. axır. Amma nə bunu fikirləşmir, bunu düşünmür. Belə baxsan, amma inan ki, hamısını deyə bilmərəm, əksəriyyəti var. Belə qurcalasan,
götürdükləri hökmünə görə özləri kafir olurlar. Götürdükləri hökmünə görə özləri çoxsu kafir olur. Təəssüflər olsun. Nə etməliyik qardaşlar? Yəni, bu da nədən irəli gəlir? Görürsən, insanlar dinlərini öyrənmirlər. Və götürürlər, gedirlər böyük məsələlərə. Və yaxud da nə onlara aid olmayan məsələyə ümumiyyətcə. Sən əlhəmdülillah, ged dinini öyrən, qardaş. Bir üçün də soruşsan, namazın rukunlarını, namazın şərtlərini bilmir. Və Fatihə surəsini deyirsən, bilmir. Fatihə surəsi namazın rukunudur. Onda sənin namazın yoxdur. Məsələn, qurcalayırsan məsələsini, görürsən ki, nədir? Başqa amilləri çağırırsan orada və görürsən, bunun götdüyü rəyə görə özü harasa elə ona düşür. Allah daha doğrusunu bilir. Yəni, biz nə etməliyik, qardaşlar, bu iki ayənin arasında necəyik? Biz insanlara haqqı çatdıracağıq. Amma hidayət verən Rəbbimizdir. Və insanlara hökm vermək də bizdən deyil, bizlik deyil. Və sonra növbəti ayəni də oxuyaq, qardaşlar, bir dənə hədis qeyd edək, necə şeyx burada qeyd edək, ondan şifayətlənək, çox sizi yormayayım Allahın izni ilə. Necə ki, Allah subhanahu wa ta'ala öz Rasulunu vəsf eləyir. Vəsf eləyir, necə yəni o rəhəmli idi möminlərə qarşı. Ümumiyyətcə öz qövmünə qarşı. Bu da ki, Tövbə surəsinin 128-ci ayəsindədir. لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِدْتُمْ حَرِيصٌ عَلَيْكُمْ مِنْ مُؤْمِنِينَ رَؤُوفٌ رَحِيمٌ. Tövbə surəsi 128-ci ayə. Sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyinizdən ona ağır gəlir. Yəni, siz əziyyətə düşməyiniz ona bir ağır gəlir. Yəni, istəmir ki, onun qövmü əziyyətə düşsün. O sizə qarşı qarşıkeşdi, yəni qayğınıza qalandı. Möminlərə şəfaətli, rəhimlidir. Tövbə 128. Axırıncı bir dənə də qardaşlar hədis, harada ki, Allah Rasulü s.ə.v özünü vəsf edir. Bu Allahın vəsfidir. Hədisdə isə Allah Rasulü s.ə.v özünü vəsf edir. Və diqqətlə qulaq asın, həqiqi mənada çox belə düşündürücü hədisdir. Bunda İmam Müslim rahimehullah rəvayət eləyir. Min hədis Cəbir radiyallahu anh. Cəbir radiyallahu anh. Qalə Rasulullah s.ə.v Misli misləkum kəmisli rəculin əvqada nəran fəcə'aləl cənədibu vəl-fəraş yəqa'nə fiyhə və huvə yəzubbuhunnə anhə və ənə əxizu bi hucəzikum anin-nəri və əntum təflitunə min yedi. Peyğəmbər s.ə.v belə buyurur. Mənim sizinlə münasibətim bir kişinin od yandırmasına bənzəyir. Od yandırır gecə. Nə mənzərə olur? Cızıramalar və kəpənəklər odun içinə düşməyə başlayır. O cızıramalı kəpənəklər sözsüz ki, gecə nə necədirlər? Gəlir o işığa gedirlər oraya düşməyə, düzdürmü? Cızırama, kəpənəklər və başqa düzələr. Düşməyə başlayır. O isə onları uzaqlaşdırmağa çalışır. Mən də sizin Allah Rasulü s.ə.v deyir ki, mən də sizin ətəklərinizdən tutub sizi oddan, yəni cəhənnəmdən qorumağa çalışıram. Amma siz əlimdən qaçırsınız. Yəni, görün, Allah Rasulü s.ə.v özünü necə vəsf elədi. Yəni, insanlar nə qədər çalışır, Allah Rasulü nə edir? Tutun onları saxlayır, deyir, getməyin, bu oddur. Belə də qardaşlar, biz olmalıyıq. Necə ki, bilirsiniz, biz bilirik artıq müəyyən şeyləri. Allah həmşüklər olsun ki, bizim vəffəq eləyib. Yəni, çox da olmasa, biraz bilirik hər birimiz. Allah həmşüklər olsun. Nə etməliyik? İndi isə öz yaxınlarımızı qorumalı. Necə ki, o od olsa bir od qoyarsanmı sənin hansısa bir yaxın, nəinki yaxının, qonşun olsun, uzaq olsun, kimdən asılamaya qoymarsan o oda girməyə. Çalışarsan ki, o oda
girməsin. Düzdürmü? Və belə də budur. Bu cəhənnəm odur. Biz bilirik artıq nələr onları ora aparır. Çalışmalıyıq əlimizdən gələni eləməyə ki, o oddan onları qorumaq üçün. Yəni bu kimin yoludur? Görürüz Allah Rəsulü s.ə.v. Və həmçinin ondan qabaqçı olan peyğəmbərlərin yoludur. Və bu ayda da əlhəmdülillah bunu özünüzə götürün. Və buna çalışın. Allahın izni ilə xeyir əhlindən olarsınız. Allah subhanahu görəcəksiniz ki, başqa bir işlərini də asanlaşdırır. Çünki nailiyyət Allahdandır. Və ruzi də odur ki, Allah subhanahu yazıqsa onu mümkün deyil. Biz yeməmiş ölməyəcəyik. Allah daha doğrusu belə qısa da olsa qardaşlarım, yəni nəsiyyətim bu idi. Allah subhanahu bizi müvəffəq eləsin daim xeyrə. Və Allah subhanahu bizlərə müvəffəq eləsin daim bu dini o sələflərin fəhmi ilə başa düşüb onu əməl eləməyə. Və axırıncı bir dənə də xatırlatma edeyim. Qısa bir. Sözsüz ki, eləmişik, amma necə bilirsiniz ki, möminlərə fayda verir xatırlatmaq. İmam Əhməd Rəhməllahın sözüdür. Deyir ki, Əl-Usulü sünnə indənə ət-təməssük bimə aleyhi ashab-ı Nəbi s.ə.v. Bu, sünnənin əsasları kitabı var. Şeyx Rəhməllahın kitabıdır, İmam Əhmədin. Qaydalar yazıbdır orada. Yəni usullardır, əsaslardır, sünnənin əsaslarıdır. O kitabını belə başlayır. Əl-Usulü sünnə indənə. Deyir, sünnənin əsasları bizdə. Bizdə deyəndə alimlər nə deyir, nə deməkdir? O deməkdir ki, İmam Əhməd Rəhməllah minlərlə alim gördünmü? Yəni o deməkdir ki, onların hamısında bu qayda idi. Yəni kimlə görüşdümsə, hamısında bu qayda idi. Bu qaydadan heç də bir qram belə çıxmamışdır. Nə sağa, nə sola. Əl-Usulü sünnə indənə ət-təməssük. Təməssük nə deməkdir? Yapışmaq, möhkəm. Sanki bir acı dişlərinlə, əllərinlə möhkəm. Ət-təməssük bimə kənə aleyhi ashab-ı Nəbi s.ə.v. Nə üzərində Allah Rasulü s.ə.v-in ashabları olubsa, ondan möhkəm yapışmaq. Bu da qardaşlar müvəffəqiyyətdir Rəbbimizdən. Görürsən ki, hətta belə ərəb olsa, hətta belə Allah Rasulü s.ə.v-in şəhərində belə anadan olub, orada belə böyüyüb, orada başa çatsa, belə məktəbə getsə, bağçaya oraya getsə, bitirirsə, görürsən ki, bu nailiyyət yoxdur onda. Bu anlayış yoxdur onda. Ola bilər. Niyə görə? Ona görə deyir ki, usul sünnənin əsasları nədir? Allah Rasulü nə üzərində o üzərdə olmaq. Qardaş, biz də deyirik o üzərdə olmaq, amma onu necə başa düşmək? Yəni, şeyxin qəsdi bura nədir? O demək istəyir ki, Allah Rasulü gətirdiyi dini, yəni Quran-ı Kərimi və sünnəni necə başa düşməliyik? Sahabələr necə başa düşübsə elənciyinə. Onlar nə üzərində olub ki, elənciyinə bilmək. Görürsən, insanlar çıxır bir üçündə hərə bir şey deyir. Həmən o ayə ilə, həmən o hədislə insanları çalışırlar haqq yoldan saptırmağa. Gəlirsən deyir, qardaş, ayə dedi mənə. Qardaş, hədis dedi mənə. Qardaşım, biz demirik, ayədə, hədisdə problem var. O hədisi, ayəni sənə necə açıqladı? Nətər, yəni, kimin fəhmi ilə sənə onu başa saldı? Və mühüm buradadır, bu məsələdir. Buna toxunmaq lazımdır. Əlbəttə ki, bir gün geçsin sufin yanına, harası özünə görə dəlili var ki, meçiddə məsələsini fırlanır. Misal olaraq deyirəm. Və yaxud da özünü döyənin, və yaxud da özünü partlananın deyib harası. Onu da deyəcək ki, məndə Qurandan dəlil var və yaxud hədisdə dəlil var. Və Allah subhanahu teala bizə canımıza qəsd eləmə əmr eləyib, yoxsa özümüzü öldürmə? Əlbəttə ki, yox. Deməli, haradadır problem qardaşlar? Onu başa düşməkdə. Onu demək, onlara açıqlayan insanlarda öz mənfiyyətləri, özlərinə yəni sərf edən kimi insanlara açıqlayırlar bunu. Onca bu dində bizim fəhmimiz yoxdur, bizim fikrimiz yoxdur qardaşlar. Bu din, əlhəmdülillah, artıq danışılıbdır. Yazılanlar yazılıbdır, artıq quruyubdur hər şey. Sözlərə deyilibdir. Biz yalnız nə qilləyə bilərik? Rahat, asandır. Kimsə gəldi, deyilən, kim deyib onu, qardaş bunu? Sizin sələflərdən. Kim deyib onu möhtəbər alimlərdən, sənin kimi? Və s. axır. Və buna qayıdır. Çünki bizim dinimiz və budur, qardaşlar. Fikir verirsiniz, yəni, nədən yapışmaq? O, nə üzərində sahabələr olsa ondan möhkəm yapışmaq. Və onlar necə başa düşüblərsə, bu dini eləsinə başa düşmək. Başqa cürə mümkün deyil. Görürsən, birisi ki, vallahi ki, oğruq eləyir. Gözümlə görmüşəm. İndi, burada olması başqa cür. Deyirsən, nədir? Deyir ki, məsələ üçün gətirir, nəsə gətirir, hədis gətirir, subhanallah. Təsəl oğurluğuna hədis gətirir. Deyir, mən oğuramadım, girdim, deyir, götürdüm. Kafir də deyir, nə problem var ki? Girdim oradan götürüm, oğurluq deyir ki, bu deyir. Subhanallah, deyir, nə deyir?
Bizim dinimiz bəyəm onu bizə əmr eləyir? Əlbəttə yox. Haradır problem qardaşlar? Fəhmdə, anlamaqda. Allah Subhanahu bizi bu dini daim qardaşlar, yəni sələfin fəhmi ilə başa düşüb, ona əməl edən qullarını eləsin. Allah Subhanahu sizlərə bərəkət versin. Allah Subhanahu xalqımıza, millətimizə hidayət versin. Və Allah Subhanahu ölkəmizə, xalqımıza gələn bəlaların qarşısını alsın. Və Allah Subhanahu bizim millətimizin, xalqımızın, ölkəmizin üzərində nemətlərini artırsın. Və Allah Subhanahu ən böyük nemət necə ki bildiyi hidayət yoludur. Rəbbimdən diləyirəm ki bizim başçımıza və onun ətrafında olanlara, bütün məmurlarımıza Allah Subhanahu hidayət versin. Yəni haqq olan hidayət və həmçində onlara kömək olsun daim düzgün şəkildə qərarlar verməyə. Hansı qərarlar ki, nə onları bu dünyalar üçün, nə də ki axirətdə peşman eləməyəcək. Və həmçində kiminsə yanında başa əyməyəcəyi, yəni qərarlar. Yəni böyük bir nemət hidayət. Ona görə biz daim bu böyük neməti sevdiyimizlərə və yaxınlarımıza və hamı istəyirik. Yəni kimə? Millətimizə, xalqımıza. Ona görə ki biz öz vətənimizi sevirik, əlhəmdülillah. Və nədir ki bizim başçımız üçün dua eləməyimiz bu nə yaltaqlıq deyil, nə bir şeydir, əlhəmdülillah. Nə biz bir maaş bir sahibi deyilik, nə bir şeyci deyil, nə bir vəzifə. Yalnız bunu bizi dinimiz əmr elədiyinə görə və bizim dinimizdən olduğuna görə bunu eləyirik. Allah Subhanahu deyirəm ki, bizim başçımızı qorusun və həmçində ki bizim yəni millətimizi, xalqımızı, vətənimizi qorusun. Və Allah Subhanahu kimlər ki bu müharibədə olanda istəyir birinci, istəyir ikinci, sonuncu hansılar ki müsəlman olaraq dünyasını dəyişdilər, Allah Subhanahu onları şəhidlərdən etsin və onların şəhidliyini qəbul etsin. Və yaralanlara da Allah kömək olsun və qeyri bizim millətimizə, xalqımıza kömək olsun ümumiyyətcə. Allah Subhanahu onların da yəni ölənlərin sahiblərinə səbir versin və Allah Subhanahu daha doğrusunu bilir. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk. Bəli. Tamam cümlə.